Sizə Dolça Bürcü olduğum üçün niyə xoşbəxtəm? 3 səbəb deyəcəm. 1. Çox sevdiyi, dəyər verdiyi və yeri gəlsə canını verə biləcəyi bir insan ona qarşı bağışlanmaz bir səhv etdisə, ona ikinci bir şansı verməz, yerindəcə silər. Çünki Dolça Bürcünün insanları bilir ki, həmin tip insanlar ikinci bir şansı haqq etmir. Və düşünürəm ki, bu da Dolça Bürcülərinin zəkasına irəli gəlir. 2. Çox vecsizdilər. Belə, yəni ən sevdiyim xarakterləri odur. Düzdür, özümdə sevirəm, başqalarında görəndə əsəbləşirəm, amma qıraqdan baxanda görürəm ki, elə ən gözəl şey vecsiz olmaq imiş. Yəni təbii ki də vecinə aldığı məqamlar olur. Bu da ancaq dəyər verdiyi insanlar olur. Dolça Bürcünün insanları da çox az insana dəyər verirlər bu arada. 3. Sonuncu. Dolça Bürcünün insanları hansı sektorda olur olsun çox zəkalı, çox intellektual və çox fərqlidirlər. Çox fərqlidirlər. Biri məsələn bir Dolça Bürcü həkimdirsə, biri müəllimdirsə, biri müğənnidir və yaxud da biri sosial media menecerdirsə, uğurlar əldə edirlər. İşlərinə çox fərqli yanaşırlar. O iş üçün doğulublar kimi sanki göstərirlər özlərini, başa düşürsüz? O işə canlarını qoyurlar. Nümunə mən sosial media meneceriyəm. Bu arada videolarına daxil olub səhifəmdə tanış ola bilərsiniz. Nari SMM. Dəstəkdə ola bilərsiniz bir Dolça Bürcünə. Bonus bir xarakter də deyim, 4 deyəcəkdim. Yadımdan çıxdı sadəcə. Dolça Bürcünün enerjisi çox möhtəşəmdir. Həqiqətən bir ortama girir kimsə, ya oğlan ya qız. Baxırsan ki, çox fərqli bir insandır da. Həmən tutursan ki, bu Dolça Bürcüdür də. Yəni yaxınlaşıb soruşuram ki, sizin bürcünüz nədir? Dolça deyəndə o özgüvən, o əminlik gəlir ki, mən bilirdim də bu Dolça. Bu arada mən bu videoları elə belə çəkirəm. Astroloqam, nə də başqa bir şey. Bu arada mən 5 fevral Dolçasıyam, bilirsinizlər. Kimlərin ad günüdür? Və siz hansı aydansınız? Hansı ay Dolçasısınız?